Nazirliyin təxribatları Adnanın talanından geri qalmır. Dostlar, mən onu da diqqətə çatdırıram ki, biz danışırıq hansısa məmurdan, tənqid edirik, rüşvət, korrupsiya, nazirliyi çevirib, nə bilim, rüşvətxanaya, nə bilim, şovuxanaya, nə xanaya çevirib, danışırıq. Əhmiyyət verən olmur. Bir də görürsən ki, 5-10 ildən sonra, 10 ildən sonra bütün mətbuat verir ki, bəs əməliyyat filan kəs tutuldu, nə olsun. Vallahi adam istəyir ki, həmən adam elə 10 ildən sonra müdafiə elə. Mən bunu sənə 10 il qabaq demişdim də, niyə tədbir görmürsən? Ona görə də onu tuturlar, bunu yerinə qoyurlar, bunu tuturlar, onu yerinə qoyurlar, effekt də vermir. Nəsə bir problem var, nəsə bir çat var, hər halda onunla bağlıdır. İndi o çatı da, problemi də aidiyyatı orqanlar bilər. Sadəcə olaraq bizdən, təkrar edirəm, yenə də informasiyanı çatdırmaq, xəbəri çatdırmaq. Bu, yazıq Hafiz Hacıyev danışır da, Hafiz Hacıyev həmişə bu mövzularla danışır. Amma deyirlər, Hafiz Hacıyev də danışır. Nəysə, görək dostlar, Hafiz Hacıyev nə deyir? Nazirliyin təxribatları Adnanın talanından geri qalmır. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Prime TV-də çıxışı zamanı kənd təsərrüfatı sahəsində mövcud boşluqları və kənd təsərrüfatı Nazirliyin fəaliyyətindəki ciddi çalışmamazlıqları gündəmə gətirir. O çıxışında qoyun ətinin bahalaşmasından, Afrikanın Costa Rica şirkətindən alınan dabaq vaksininin heyvanlara zərər vurmasından və ümumilikdə bu proseslərin təxribat xarakterli daşımasından danışıb. Hacıyevin sözlərinə görə hazırda kənd təsərrüfatı nazirliyində elə şəxslər çalışır ki, heyvanları bir-birindən ayırt etmək bacarığına belə malik deyirlər. Onun fikrincə bugün Məcnun Məmmədovun rəhbərlik etdiyi nazirlik atdığı yanlış addımlarla və təxribatlarla ölkəyə Adnan Əhmədzadədən daha çox ziyan vurur. Hafiz Hacıyev bu məsələləri dəfələrlə gündəmə gətirsə də problemlər hələ də həll olunmadığı üçün görünür. Bu mövzular üçün uzun müddət aktual olaraq qalacaq. Onun fikirləri qərəzli yanaşma kimi qiymətləndirənlər də var. Demək, Hafiz Hacıyev qlobal infazda danışıb, deyir ki, harada nöqsan yeyinti varsa onu gündəmə gətirib, kəskin şəkildə tənqid edir. Mən konkret olaraq kimisə hədəf almıram, qərəzli mövqe sərgiləmirəm. Dediklərim dövlətin və millətin xeyrinədir. Əksini deyənlər isə bizi qaralamaq istəyənlərdir. Onlar öz trolları vasitəsilə imicimə zərbə vurmağa çalışırlar. Deyirlər ki, güya Hafiz Hacıyev nazir olmaq istəyir, ona görə belə danışır. Əslində Hafiz Hacıyev nazir olmalıdır, hətta ondan da yüksək vəzifələrə layiq insandır. Mənim fəaliyyətimi xalq görür və qiymətləndirir. Hazırda belə bir niyyətim və qərəzli mövqeyim yoxdur. Sadəcə sahədəki nöqsanların aradan qaldırılmasını istəyirəm. Hafiz Hacıyev qeyd edib ki, kənd təsərrüfatı sahəsindəki ciddi problemləri bir mütəxəssis kimi görür və səhv yolda olanlara yardım etmək niyyətindədir. Məqsədim milləti bəzi asılılıqlardan azad etməkdir ki, bu sektor inkişaf etsin. Mən nöqsanları göstərirəm. Nöqsanları. Onu düzəltmək və düzəltməmək onları işidir istəyirlərsə, həmin adamlara Lenin ordeni versinlər. Amma fakt budur. Costa Rica adlı Afrikada qeydiyyatdan keçmiş bir şirkətdən uzun və keyfiyyətsiz preparatlar alıb, Azərbaycanda fermerlərə baha qiymətə satırlar. Bu dərmanlar nəticəsində fermerlərin də dediyi kimi heyvanlar tələf olur. Beyləqan, İmişli, Ağcabədi, Masallı və digər bölgələrdə insanların mal qarası qırılıb, hansı heyvanlara bu vaksindən vurulmayıbsa sağ qalıb, 1 manat alınan dərmanlara 100 manatlıq təqib edib pul yuyurlar. Bunları dediyiniz üçün bizə pis baxırlar. Bunları dediyimiz üçün pis baxırlar. Amma bu qədər də vətənə xəyanət etmək olmaz axı. Onsuz da əlavə pulun yeyildiyi bəllidir. Heç olmasa uyğun vaksin gətirəcəklər ki, zərər çəkən fermerlərə az da olsa faydası dəyərdir. Kənd Təsərrüfatı Nazirliyində çalışanların sahaya aid olmadığını bildirən Hafiz Hacıyev daha sonra deyir.
Ortada aqronom Baytar həkimi kimi işlər. Bu riyaziyyat müəlliminə ingilis dili tədris etmək kimidir. Məhz bu sahədə bildiyim çox şeyi açıq danışa bilmirəm. Vəziyyət çox acınacaqlıdır. Millətə bu qədər zülm etmək olmaz. Dediklərimə görə ciblərinə pul basılmış şəxslər mənim əleyhimə danışır. Amma biz buna artıq alışmışıq. 40 ildən artıqdır siyasətdəyəm. 40 ildir ki, daha doğrusu siyasətdəyəm. Hər şeyi anlayıram. Kimlərin arxasında, kimlərin durduğunu da yaxşı bilirəm. Azərbaycanda neft sənayesindən sonra inkişaf etdirməli olan əsas aqrar sektordur. Amma bu cür hallar prosesin qarşısını alır. Mən sözümü geri götürməyəcəm və səhv etdiyimi də deməyəcəm. Fakt budur ki, gətirilən vaksinlər Azərbaycan xalqının mal qarasını tələf edib. Sonda Hafiz Hacıyev təklif irəli sürüb. ASTV-də ştat yaradılsın, oturaq, məsələni müzakirə edək, boşluqları asıl şəkildə danışaq, bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Bu sahədə 34 milyon manat yeyinti baş verib, bunu aydınlaşdırmaq lazımdır. Bugün kənd təsərrüfatına ingilis dilini bilmək nə dərəcədə vacibdir? Malqaraya ingiliscə dərs keçilmir ki, Hafiz Hacıyev dostlar deyir ki, malqaraya ingiliscə dərs keçilmir ki, İngilis dil bilən şəxslər gedib başqa sahədə işləsinlər. Fermerin problemini anlayan adam lazımdır. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin aidiyyat şəxslərinə sorğu ünvansalar da hələlik heç bir rəsmi cavab sayta verilməyib. Dostlar, düz deyir də, İngilis dilində kənd təsərrüfatı nə edəcək? İnəklə danışacaq İngilis dilində, yoxsa qoyunla, keçi ilə, çəpişlə, nə bilim, nə ilə? Nə ilə danışacaq? Ay dostlar, bax görürsünüz, bu qədər yeyintdən söhbət gedir. Hafiz Hacıyev, belə deyək də, ictimai şəxsdir, ictimai xadimdir. Kiminsə xoşu gəlməyə bilər, kiminsə xoşu gələ bilər. Amma baxın, görün, iddia edir ki, milyonlarla yeyintilərdən danışır. Vaksinlərdən danışır. Ki, xaricdən vaksin alıb gətiriblər və bu vaksinlər də və ünvanı da deyil, yeri də deyil, Afrikanın Costa Rica şirkətindən alınan dabaq vaksinlərindən söhbət edir. Və deyir, bunu alıblar ki, Azərbaycanda heyvanları qırmaqdan ötürü, məhv etməkdən ötürü. Məncə düz deyir. Əgər səhv deyirsə, o Kənd Təsərrüfatı Naziri Ceyhun Məmmədov, Məcnun Məmmədov, o 150-160 kilo çəkisi vardı. Pis demirəm, əziz dostlar, Allah yaradana heç vaxt siz də pis deməyin. Sadəcə o mədə əməliyyatı etdi, arıqladı, gündəmə gəldi şəkilləri ilə. Məsələn, Avropada, qərb ölkələrində Kənd Təsərrüfatı Nazirliyi islahatları ilə gündəmə gəlir. Gülçülük inkişaf etdirir, təsərrüfatı inkişaf elətdirir, pendir, amma bizdəkilər bir sənə qolun saatı ilə gündəmə gəlirlər. Oğluna etdiyi toy, oğlunun toyuna gətirdiyi, qızının nişanına gətirdiyi müğənnilərlə gündəmə gəlirlər. Ona görə deyirəm ki, bizdə nazirlər belə görür, əziz dostlar, məsələn, mən baxıram ki, heç kimin marağında deyil də dövlət aqrar sahə inkişaf etsin. İndi neft inkişaf elədi, cəhənnəm, yenə bu yollar, körpülər, nə bilim, nələrsə düzəltdilər, yenə də baxmada millətə qalır, xalqa qalır, gələcək nəsillər də istifadə edəcək. Sən Gəncəyə neçə saata gedirdin, indi neçə saata gedirsən. Lənkəran, Astalaya məsələn gedirdin 5 saata, 4 saata, 6 saata, indi 2 saat, 3 saata gedirsən və yaxud da ki, Ucqar dağ rayonları olsun. Yəni, bu yaxşı haldır, amma bununla iş bitməməlidir. Sən qeyri-neft sektorunu inkişaf etdirməlisən. Bugün düşüblər, dostlar, şəhərdə, paytaxtın canına, nə bilim, tıxaz belə gəldi, tıxaz elə getdi, bu taksiləri ixtisar elə, o avtobusu nəqliyyata burax, neyinə. 554 minə gedib avtobus alırsan, cəmaatın cibindən çıxardıb verirsən. Bu kimi mövzularla gündəmə gəlmək lazım deyil. Bu günləri rəqabət aparmaq lazımdır. Məsələn, demək lazımdır ki, kaş Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov, məsələn deyirəm də, belə işlədiyinə görə, məsələn, qoyardılar ki, deyək ki, Səhiyyə Naziri.
Məsələn, deyərlər ki, kaş bu Səhiyyə naziri belə yaxşı işləyir də, məsələn, bunu qoyardılar təhsil naziri. Kaş, bizdə belə rəqabət olmalıdır. Amma biz nətər deyirlər, bunlar gəlir qolunun, saatının qiyməti ilə, nə bilim, barmağındakı üzüyün qiyməti ilə, bununla gündəmə gəlirlər. Belə gündəmə gələn nazirlərin olduğu ölkə heç vaxt inkişaf etməz. Heç vaxt, bunu bilin. Təmizləmə olmalıdır, qardaş islahatlar olmalıdır, vətəndaşlara şərait yaradılmalıdır. Nəinki şərait yaradılmalıdır, şərait yaratmağı bu nazirlərin o pis, o tərbiyəsiz rüşvətxor məmurların təpəsinə dəysin. Bu vətəndaşa mane olma. Qardaş, məsələn, mən fikirləşirəm ki, mümkün deyil sahibkarlığın inkişafı üçün dövlətdə istənilən bir vətəndaşa şərait yaradasan. Məsələn, deyirəm ki, bəs get ki, bu nazirlikdən buradan 3 sənət gətir. Gedir vətəndaşı göndərir, vətəndaşı futbol topuna döndəriblər. Ged oradan bu sənədi al, o deyir bizlik deyil, ged buradan al. Ona görə də dostlar, bu günləri nə qədər bu problemlər var, ölkədə tıxac da olacaq, problem də olacaq, işsizlik də olacaq. Vətəndaş yazıq özü də bilməyərəkdən yenə deyirəm, o nazirliyə göndər, bu idarəyə göndər, o sənədi al, bu sənədi al. Vətəndaş yazıq neyləsin? Baxırsan ki, Azərbaycanda danışırıq, dünya nəylə bizi tanıyır, nəylə tanıyır? Sənin bir istehsalın yoxdur ki. Baxın, əziz dostlar, mən bunu bir dəfə efirdə demişdim, yenə deyirəm. O vaxt o çempionatda o tanınmış futbolçular gəlirdi, Azərbaycanda da oynadılar da məşhur klublar. Demək, götürüb futbolçuların sinəsinə vurublar Sokarın Allah, Messi hansıydı? Chelsea komandasıydı, hansı komandaydı bilmirəm. 80 milyon, 100 milyon həmən futbol, xarici Avropa klublarına pul götürdürlər ki, sən Sokar sözünün yaxana vur. Vallah, bunu heç uşaq bu adımı atmaz. Sən Sokarın o milyardların vardı, sən Sokar o boyda şirkətin bir Azərbaycan neftindən istehsal etdiyi bir dənə yağı yoxdur, bir dənə nə bilim, bir yanacaq sərfiyyatında, nə bilim də, ümumiyyətlə də maşın üçün bir hansısa bir yağ olsun, nəsə bir maddə olsun. Yox, sən onun reklamını ver, istehsalın reklamını ver. Yoxsa gəlirsən Sokarı vur, yapışdır bura 80 milyon, 100 milyon mən sənə pul verir. Ağıl var. Ağıl var yoxsa yox? Əlbəttə yoxdur. Ona görə də görürsünüz, Sokarın pulları hara gedir, nətər fırladılar, milyardlar adlanı belə, nə bilim, rövnəni belə, kimi belə. Belə, əziz dostlar, dəyərli tamaşaçılar, nə edək? Allah arzumuz budur ki, məmurlarımız ağıl versin, insaf versin, bərəkət versin, dövləti məhv etməsinlər. Belə, dostlar, icazənizlə mən sizdən sağollaşıram.